Deməli dostlar, salam. Biz hazırda Almaniya Xarici İşlər Nazirliyinin qarşısındayıq. Bilirsiniz ki, bu siyasi fəal Ələmdar Bünyadov artıq 4-cü gündür ki, Xarici İşlər Nazirliyinin qarşısında durur. Qarşısında çadır qurub, bu çadırın görürsünüz və bu arxadakı bina da Almaniya Xarici İşlər Nazirliyi. 4 gündür Ələmdar bəy və digər siyasi fəallar Tofiq Yaqubluya azadlıq tələb edirlər. Bilirsiniz ki, Tofiq Yaqublu'nun səhhəti artıq kəskinləşib, kritikada gəlib çatır. Qızı Nigar xanım bu ilə bağlı ətraflı danışıb, bunu bilirsiniz. Ələmdar bəyin və digərlərinin tələbi qeyri-siyasi Tofiq Yaqublu'nu dərhal azadlığa buraxmaqdır, digər siyasi məhbusları azadlığa buraxmaqdır və eyni zamanda da Azərbaycanda siyasi təqiblərə son qoyulmaqdır. Ələmdar bəy, Bəli, həqiqətən Tofiq Yaqublu'nun səhhətində ciddi problemlər yaşanır. Çünki bu mənə də həbsxanadan zəng eləmişdilər. Tofiq Yaqublu'nun həqiqətən səhhətində ciddi problemlər yaşanır. Yəni adam özünü idarə eləyə bilmirdi. Yəni çünki orada yatan bizim dəyərli məhbus qardaşlarımız vardı ki, xəstəxanada oynandılar. Görüblər, onun səhhətini görüblər, vəziyyətini görüblər. Bizə də çatdırdılar ki, həcə onun ailəsi gəlir, gedir bura. Mümkün qədər bunu istimaliləşdirin ki, hər kəs bilsin ki, həqiqətən bunun vəziyyəti ciddi olaraq qalır. Yəni ki, bir gündən sabaha Allah eləməmişkən çıxar, çıxmaz, yəni bu vəziyyətdə də adam. Heç nə demirik. Allah bir gün inşallah haqq öz yerini tutacaq. Bir gün ki, necə ki, Tofiq Yaqublu'nu şərləyib, həbs eləyiblər, digər siyasi məhbuslarımız ki, şərləyib, həbs eləyiblər. İnanın Allaha, həmən zindanda bunlar əyləşəcək. Necə ki, Tofiq Yaqublu'ya, digər siyasi məhbusları olsun, abzəs mediaları işçiləri olsun, Meydan TV-nin işçiləri olsun, ümumiyyətlə siyasi məhbuslar olsun ki, şərləyib həbsə atıblar, o aqibəti onlar da yaşayacaq, mütləq yaşayacaq. Yəni, ədalətli bir dövlət qurulsa Azərbaycanda, mütləq bir yola şeylər yaşanacaq inşallah. İnşallah. Allah sizdən də razı olsun, gəlirsiniz, çəkirsiniz, işıqlandırırsınız, həqiqətən. Allah balanı saxlasın, Allah razı olsun qardaş. Deməli, dostlar, doğrudan Tofiq Yaqublu'nun vəziyyəti həddindən artıq kritikdir və Tofiq Yaqublu'ya həyatını itirərsə, bu yalnız İlham Əliyev üçün mənfiyə yazılmayacaq, bu həm də Azərbaycan xalqı üçün mənfiyə yazılacaq. Çünki Tofiq Yaqublu bu xalq üçün, bu millət üçün, bu vətən üçün həyatını verən adamdır. Milli azadlıq hərəkatında iştirak edib, birinci Qarabağ müharibəsinin qazisidir, qəhrəmanıdır. Bir neçə dəfə milli qəhrəmanlığa təltif olunmasına baxmayaraq bundan imtina edən adamdır. Sonraki dövrdə Azərbaycanda korrupsiya, rüşvətxorluğa, qəddarlığa qarşı mübarizə aparan adamdır. Demokratiya mücahididir və Tofiq Yaqublu az kişilərdəndir ki, onun Azərbaycan xalqının üzərində haqqı var. Və biz o haqqı tapdalamayaq və Tofiq Yaqublu'nun azadlığa çıxması uğrunda daha qətiyyətlə mübarizə aparaq. Sağ olun.